Salam, hər vaxtınız xeyir. Əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah əməllər ardıcıllığı mövzusu ilə bağlı olacaq. Vaxt itirmədən gəlin başlayaq. Test və çalışma izahına qeyd edim ki, izahları elə test və çalışma üzərində verməyə çalışacağım. Gəlin başlayaq ilk sualdan. İlk sualda bizə deyir ki, ifadənin qiymətini tapın. Bir ifadədə əgər toplama və bölmə varsa, toplama, vurma, çıxma və bölmə varsa, bilirik ki, ilk öncə toplama, daha doğrusu vurma və bölmə həll olunur, daha sonra isə çıxma və toplama həll olunur. Eyni zamanda onu da qeyd edim ki, əgər bir ifadədə mötərizə varsa, ilk öncə mötərizənin daxilliyi hesablanır. Yəni, əgər mötərizənin daxilində toplama və çıxma varsa, fərq etməz. İlk öncə mötərizə açılır, daha sonra digər tapşırıqlar yerinə yetirilir. Birinci sualda da ifadənin qiymətini istəyir. İlk öncə 25-i 5-ə bölürük, eləyir 5. 18-in üzərinə də 5-i gəlirik, eləyir 23A variantı. İkinci sualda uyğun ədədi ifadəni seçin. 4-ün 2 misli ilə, yəni 4-ü 2-yə vurub, üzərinə 6 gəlmək lazımdır. Bu da bizə B variantında verilib. 3-də bizə deyir ki, verilmiş ifadənin qiymətini tapın. Dediyim kimi, ilk öncə mötərizənin daxili hesablanır. Yəni, 455 çıxılsın 193 hesablayaq. Deməli, 262 eləmiş olacaq. Daha sonra isə 254 ilə toplayaq. Eləyəcək 516, yəni A variantı. Baxırıq 4-cü tapşırığa. 4-cü tapşırıqda deyir, ifadənin qiymətini tapmaq üçün birinci hansı əməl həll edilməlidir? Təbii ki də ilk öncə mötərizənin daxili hesablanır, yəni mötərizə açılır. Yəni 56 bölünsün 7 hesablanır. Cavab C variantı. Deyir, müqayisə edin. Müqayisə etmək, yəni sağı ayrı hesablayıb, solu ayrı hesablayıb, daha sonra böyükdür, kiçikdir və yaxud da bərabərdir işarəsi qoyulmalıdır. 10 üzərinə 8 gəlsək 18, 18-i də 2-yə bölsək eləyəcək 9, yəni sol tərəf 9. 8-i 2-yə bölüb, ilk öncə bölmə hesablanır. 8-i 2-yə bölsək eləyər 4, 10 üstə 4 eləyəcək 14, yəni 14 böyükdür 9-dan, cavabımız olacaq B variantı. Baxırıq digər tapşırıqlara. 6-cı tapşırıqda deyir, doğru həll edilmiş misal hansıdır? İlk öncə mötərizəni açırıq, 21-dən 6 çıxırıq, eləyir 15. Elə sonra bölməni həll edirik, 15-i 3-ə bölürük, eləyir 5. 5-in üzərinə də 3 gəlirik, eləyir 8. Elə doğru cavab A variantıdır. 7-də deyir, hansı misalda birinci 45 bölünsün 9 əməli həll edilir? İlk öncə 45 bölünsün 9 həll edilən misal olacaq B variantında. Çünki A variantında ilk öncə mötərizə həll olunacaq. C variantında yenə də mötərizə həll olunacaq. B variantında isə bölmə həll olunacaq, olacaq B variantı. 8-də deyir, verilmiş ədədi ifadəni sözlərlə ifadə edin. 30 ilə 14-ün fərqini 8-ə bölün. 30 ilə 14-ün fərqini 8-ə bölün A variantında bizə verilmişdir. Bostanda Səkinə 46, Dilbər 14 kələm topladı. Onlar kələmləri hər birində eyni sayda olmaqla 6 kisəyə yığdılar. Hər kisədən neçə kələm oldu? Deməli, bunu belə eləyərik. 46 üstəgəl 14 bölünsün 6. 46 ilə də 14-ü toplayanda eləyir 60. 60-ı da 6-ya bölsək eləyəcək 10. B variantı. 10-cu tapşırıqda bizə deyir ki, sözlərlə verilmiş ifadəni ədədi ifadə şəklində yazın. 5-in 3 misli ilə 12-nin cəmi. 5-in 3 misli, baxın, burada 12 ilə, daha doğrusu 3 ilə 12-nin cəminin 5 misli, baxın, burada mötərizə var. Bu ola bilməz. Baxın, 5 ilə 3-ün cəminin 12 hasili belə bir şeydir. Bu da ola bilməz. 5 ilə 3-ün hasili ilə 12-nin cəmi olacaq A variantında. İndi keçək çalışmalara uşaqlar. Çalışmaları birlikdə eləyək. İstəyirsiniz videonu dayandırıb, özünüz üçün həll edib, daha sonra cavablara baxa bilərsiniz. Deməli, birdə deyir ki, ifadələrin qiymətini tapın.
Elə burada birbaşa ardıcıl şəkildə eləyərik. Çünki bu ifadədə toplama və çıxmadır, yəni vurma və bölmə olmadığından ardıcıl şəkildə yerinə yetirərik. 24 üstəgəl 6 eləyir 30, 30-dan da 15 çıxanda eləyir 15. Daha sonra burada mötərizə var. İlk öncə mötərizənin daxilini hesablayırıq. 13 üstəgəl 17 eləyir 30, 30-u da 3-ə böləndə eləyir 10. Burada da eyni şəkildə ardıcıl gedərik. 28-dən 14 çıxanda eləyir 14, 14-dən də 7 çıxanda eləyir 7. Daha sonra burada işlər dəyişir. Burada vurma olduğuna görə ilk öncə vurma, daha sonra çıxma həll olunur. 3 dəfə 5 15, 47-dən də 15 çıxırıq. Bu deyilir 32. Daha sonra burada da 46 çıx 30, yəni 8 dəfə 6, daha doğrusu 46 niyə 48? 8 dəfə 6 48, 48-dən də 30 çıxanda eləyir 18. Daha sonra 16 üstəgəl 1 eləyir 17, 18-dən də 17 çıxanda qalır 1. 42-ni 6-ya böləndə eləyir 7, 56-nı da 7-yə böləndə eləyir, deməli, daha doğrusu böləndə yox, çıxanda eləyir 49. Daha sonra 7 üstəgəl 2 eləyir 9, 9 dəfə 9 eləyir 81. Birinci çalışma bu formada olacaq. Keçək ikinci çalışmaya. Deməli, uşaqlar 14 ilə 16-nı toplayanda eləyir 30, 30 da 6-ya böləndə cavabı eləyir 5. 27-dən 11 çıxanda eləyir 16, 16-nı da 8-ə böləndə eləyir 2. 10-u 5-ə böləndə cavab eləyir 2, 43-dən də 2 çıxanda eləyir 41. Daha sonra uşaqlar 3 üstəgəl 7 eləyir 10, 8-i də 10-a vuranda cavab 80 eləmiş olacaq. 24-ü 3-ə bölsək, deməli eləyir 8, daha sonra 18 üstəgəl 8 eləyir 26. 13-dən 7 çıxanda 6 qalır, 42-ni də 6-ya böləndə cavab 7. 18-dən 9 çıxanda 9, 5 dəfə 9, 45. 15 çıx 10 eləyir 5, 5 dəfə 7, 35. Yəqin ki, özünüz üçün qeydlər aparırsınız. Uşaqlar, bu arada video faydalıdırsa, bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. İfadə 3. Çalışma 3. İfadələrə uyğun misallar yazın və həll edin. 8-in 6 misli ilə 8-in 6 misli ilə 12-nin cəmi. Aha. 6 dəfə 8, 8 dəfə 6, 48. 48-in də üstünə 12 gəlsək, eləyəcək 60. B-də deyir, 13 ilə 8-in fərqi, 13 ilə 8-in fərqinin 3 misli. 13 ilə, belə olmuş olacaq. 13-dən deməli biz 8 çıxsaq eləyəcək 5, 5 dəfə 3, 15. Daha sonra 10 ilə 3 və 8-in hasilinin cəmi. 10 ilə 3 və 8-in hasilinin cəmi. Bir saniyə, mən səhv elədim. Aha, 10 ilə 3 və 8-in hasilinin cəmi. 3, 8-in hasilinin cəmi. Bu formada yaza bilərsiniz. 3 dəfə 8 eləyir 3 dəfə 8, 24, 24, 34 bu formada olmuş olacaq. D-də isə bizə deyir ki, 9-un 4 misli 22-nin fərqi bərabərdir. 9 dəfə 4 eləyir 36, 36-dan da 22 çıxsaq, bu çıxma işarəsidir. Aha, eləyəcək 14. Digər hissəni uşaqlar özünüz eləməyə çalışın. Eləyib, şərh bölməsində də cavablarını yazsanız sevinərəm. Şərhlərinizi gözləyirəm. Deyir, mötərizələri ilə qoyun ki, doğru bərabərlik alınsın. Deməli, birinci belə yoxlayaq. 28 üstə 56, deməli, eləyəcək 84. 84-dən də 44 çıxanda, həqiqətən 44 eləyir. Bu formada olmuş olacaq. Baxırıq digərinə. Bunu bu formada qoyacaq. Çünki siz hələ 2 rəqəmli ədədə, 2 rəqəmli ədədə vurmanı keçmədiyinizə görə 28-dən 19 çıxacaqsınız. Eləyəcək 9.
9'u da 10'a vuranda 90. Bu formada olmuş olacaq. Baxırıq digərinə. 32'dən 11 çıxanda eləyir 21. 21 üstəgəl 7. 14 eləmədiyinə görə mötərizəni bu formada qoyacağıq. Çünki 11 üstəgəl 7 eləyir 18. 18'də 32'dən də 18 çıxanda 14. Bu formada olmuş olacaq. Daha sonra burada məlum məsələ belə olmuş olacaq. Deməli 20'ni 5'ə yox. 20'ni 5'ə bölsə eləyəcək 4. Yox, bu formada olmayacaq. Bu formada olacaq. Deməli 40'dan 20 çıxanda 20, 20'ni də 5'ə böləndə 4 eləmiş olacaq. Daha sonra elə bu formada olacaq. 27'ni yox. Bu da belə deyil. Bu formadadır. 9 3 üstəgəl 6, 9 27'ni də 9'a böləndə 3. Bu da bu formada olacaq. Deməli, baxaq görək nə formada alınır. 47'dən 16 çıxanda eləyəcək 31. 31'dən də 8 çıxsaq 55 alınmayacaq. Ona görə mötərizəni belə qoyarıq. Digər hissəni də uşaqlar eləyib şərhlərdə qeyd edərsiniz. Daha sonra baxırıq 5-ci tapşırığa. 5-ci tapşırıqda doğru həll edilmiş misalları işarələyin. Doğru həll edilmiş deyirsə, ilk öncə təbii ki də 2 dəfə 3 6, 2 dəfə 3 6, 18'dən də 6 çəkilir. Deməli bu səhvdir. Baxırıq B-yə. 4 7, 28'i də 7'yə böləndə edir 4. Bu da səhvdir. Burada baxırıq 20 çıxılsın 8, 12, 12'ni də 6'ya böləndə 2, düzdür. 15'dən 10'u çıxırıq edir 5, 50'ni də 5'ə böləndə edir 10, bu da düzdür. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edək, cavabları istəyir. 16'dan 10 çıxanda edir 6, 42'ni 6'ya böləndə edir 7. Bu formada. 9 dəfə 4 dəfə 9 36, 36'nın da üstünə 16 gəlsək, deməli neçə eləmiş olacaq? 52. Daha sonra 27 üstəgəl 15, deməli eləyəcək 40, yox, bir saniyə, 42, 42'ni də 7'yə bölsə eləyəcək 6. 8 dəfə 6, 48, 48, 50'dən də 48 çıxanda eləyir 2. Bu formada olmuş olacaq. Deməli, 7 və 8, 56, 56'dan 15 çıxsaq, eləyəcək 41. 20'dən 18 çıxanda 2, 2 dəfə 6, 12. 54'ü 6'ya böləndə 9, 20 üstə 9, 29. 5 üstə 3 eləyir 8, 4 dəfə 8, 8 dəfə 4 eləyir 32. Bu formada olmuş olacaq. Deməli, deyir ki, 7'də ifadələrin qiymətini tapın və 20'dən böyük olanları rəngləyin. Yaxşı. 18'dən 12 çıxsaq biz eləyəcək, deməli 6. 6 dəfə 4, 24. Rəngləyək ya da işarə qoyaq. 20'ni 4'ə bölsək 5, 40'dan 5 çıxsaq, 45'dən 5 çıxsaq eləyər 40. Düzdür. 20'ni 5'ə bölsək, deməli bizim cavabımız eləyəcək 4, 15 üstə 4 eləyir 19. Götürə bilmərik. Çünki 20'dən balacadır. 8'dən çıxanda 6, 48'i də 6'ya bölsə eləyir 8. Götürə bilmərik. 7 dəfə 9 eləyir 63. 63'dən də 46 çıxanda eləyir 17. Götürə bilmərik. 20'ni 10'a böləndə eləyir 2. 50'dən də 2 çıxanda eləyir 48. Götürərik. 72'ni 8'ə böləndə 9. 9 üstə 18. Deməli bu da 20'dən çox olur. Götürə bilərik. 7 və 7 49. 49'dan da 31'i çıxsaq eləyəcək 18. Götürə bilmərik. Baxırıq 8-ci tapşırığa. 8-ci tapşırıqda deyil, hesablayın. Adi hesablamalardır. Mən sizin üçün sadəcə hansını birinci həll eləməlisiniz, hansını ikinci, onları qeyd edəcəm. Daha sonra özünüz həll eləmiş olarsınız. Deməli, ilk öncələr ardıcılıq edirik. Burada isə birinci mötərizə, ikinci çıxma. Burada da birinci mötərizə, ikinci toplama. Burada ardıcıl şəkildə gedirik. 1 və 2. Burada 1 və 2. Burada da ardıcıl 1 və 2. Bu formada yaza bilərsiniz. Video faydalı oldusa bəyənməyi,
şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Uşaqlar, digər video izahımız isə olacaq. Əməllər ardıcıllığından sonra baxım görün dəyişəni olan ifadələr mövzusu ilə sizi tanış edəcəm. Bu günlük bu qədər. Hələlik.